Əvvəllər elə bilirdim ki, qadın sevəndə gözəlləşir. Xeyr, qadın sevəndə heç də gözəlləşmir. Qadın sevəndə əziyyət çəkir. Çünki baxın, Bəlkə sizdə belə olub. Nəinki Ola məndə, bilərmi? bir çox mən yaxın ətrafda var, xanımlar da var. Siz var sevəndə ki, əziyyət mi çəkdiniz? mən əlbəttə, mən ümumiyyətlə sevmək mövzusu, belə deyək də, mənim üçün artıq o hisslər mi deyim, Qorxursunuz o zaman artıq. Mən çünki çox əziyyət çəkirəm. Bilirsiniz, mən artıq özümü sevməkdən, sevgi nədir? İnsan qarşındakı insanı sevəndə zövq alar ondan, söhbəti ilə, davranışı ilə. Necə? Qarşınızdakı insanı artıq özünüzdən çox sevirsiniz. Bəli, bəli. Ona görə də mən düşünürəm ki, ən gözəl sevgi insanın özünə olan sevgisidir. Məni, deyirsiniz, məndən artıq kim sevə bilər? Mənim övladım belə özündən artıq məni sevə bilməz. Yəni başa düşürsünüz? Mən bir yazı oxudum. O qədər məni belə dedi ki, belə yazılmışdı. Kişi qadın kimi sevirsə, kişi də onu sevir. Belə yazılmışdı. Əgər qadın kişini sevirsə, kişi özünü sevir. Əgər qadın özünü sevirsə, kişi həmin o qadını sevir. Baxın, ona görə deyirəm ki, bu təkcə qadın-kişi münasibətində yox, bu elə ailədə də, ana, O zaman övlad yanlış arasında elə da. sizdə olub o zaman. Bəli, Siz bəli. qarşınızdakını daha çox Bəlkə də sevirsiniz. ola bilər ki, mən necə deyim, düşünürəm ki, o zamanki bir 25 il bundan olan sevgilər, insanlara olan, bir-birinə olan hörmət, dostluqlar olsun, nə bilim, rəfiqəlik olsun. Tamam dəyişir. İndi onların, yəni çox azalıb da, yəni demək olar ki, yox dərəcəsindədir. Mən təzəlicə, yəni çox az vaxtlarda, mən bu yaşa qədər, mən hər kəs üçün qaçmışam. Yəni bu görsənməyib amma, bunu görməyiblər. Heç bir zaman fədakar insanın, heç vaxt onun fədakar olduğu görünmür, bilirsiniz. Mən nəinki dostlarıma, tanışlarıma, mən hər kəs üçün elə an olub ki, mən gedə bilməmişəm ora. Elə an olub ki, mən necə deyim, doğrudan da gedə bilməmişəm, həqiqətən gedə bilməmişəm. Amma elə özümü çatdırmışam, o bilməyib də, mənim yerimdə bəlkə başqa insan olsa heç ora getməzdi. Amma mən getmişəm ki, ona xoş olsun. Mən hər zaman hər kəs xoş olsun deyə çox şeylər eləmişəm.